Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. Heç kimə sir deyildir ki, Cəlilabad şəhərində çox mənzilli bilər. Bina sakinlərinin binaların həyətlərində daha da rahat istirahət etməsi üçün üstü örtülü mini çardaqlar tikilir ki, toplum əyləşərək səmərəli vaxt keçirsinlər. Həyətlərdə piyada səkiləri yenilənir, fidanlar əkilir. Ağaclar əhənglə mövsümü ağardılır, territuarlar rənglənir. Azərbaycanımızda olduğu kimi abad həyat layihələri Cəlilabadımızda da uğurla aparılır. Hal-hazırda rayonumuzda daxili yollarla yanaşı küçələrdə də işıqlandırma işləri aparılır. Vətənə məhəbbət mücərrəd anlayış deyil, o təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir. Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını xalqın xidmətində gör. Təsisi və baş redaktor Rövşən Adiloğlu, mətni yazısı Qurban Əhməd.